Cəmi bir neçə dəqiqəyə hazır olan, isti su əlavə etməklə hazırlanan paket şorbalar xüsusilə vaxtı məhdud olan insanların seçiminə çevrilib. Lakin rahat hazırlanması ilə yanaşı, bu məhsulların tərkibi və sağlamlığa təsiri də müzakirə mövzusudur. Bəs hazır şorbaları tez-tez istehlak etmək nə qədər doğrudur? Hazır şorbaları sevirəm, yəni tükətirəm zaman-zaman. Çünki tələbə olduğum üçün praktik həm də vaxtımı almır daha çox. Amma bəzən zərərli olduğu üçün daha az tükətməyə çalışıram, özüm hazırlamağa çalışıram. Xeyr, mən özüm istifadə eləmirəm. Mən özüm tibb tələbəsiyəm deyə onların nə qədər ziyan olduğunu bilirəm və heç kimə də tövsiyə etmərəm. Çünki onların tərkibində kimyasal maddələr çox olur. Yəni onlar da insan orqanizminə çox böyük təsirlər göstərir. Hazır şorbalardan daha çox dərsdən gələndə, yorğun olanda tez hazır olsun deyə, yəni daha çox istifadə edirəm. Təbii ki də hər gün istifadə etməməyə çalışıram, zərərli olduğu üçün. Amma yəni arada sırada istifadə edirəm. Hazır şorbaların tərkibində adətən duz, dad gücləndiriciləri, müxtəlif konservantlar və uzun müddət saxlanılmasını təmin edən əlavələr olur. Bu isə məhsulun qida dəyərini təbii hazırlanmış şorbalarla müqayisədə xeyli azaldır. Bəs bu cür məhsulların tez-tez istehlakı orqanizmə necə təsir edir? Bu məhsulların tərkibində çox ciddi təhlükəli maddələr var. Dadlandırıcıları belə bu insanın beyninə yalançı siqnallar ötürür. Yalançı toxluq siqnalı ötürür və hormonlara, sürət mexanizminə mənfi təsir göstərir. Əsasən də baş ağrıları təzyiqi olan insanlarda təzyiqin ani qalxması və belə daha çox oynayan təzyiq ssenarisini yaradır. Ciddi allergik reaksiyalara səbəb olur. Tərkibində kanserogen maddələr var. Xərçəng əmələ gətirən maddədir ki, bu çox təhlükəlidir. Birbaşa bütün orqanların fəaliyyətinə mənfi təsir göstərir. Trans yağlar var tərkibində. Şorbanın teksturasını krem effekti saxlamaq üçün daha çox istifadə edirlər də bu təbii ki, qanda xolesterin, triqliseridlərin artımına gətirib çıxara bilər. Süni qatlaşdırıcılardır, modifikasiya olunmuş nişasta. Məsələn, bu yüksək glisemik indeksə malikdir, zərəri, qan şəkərini qaldırır, mədə altı biraz başlayır normadan çox insulin ifraz eləməyə, əsasəndəki bölgəsel piyləməyə gətirib çıxar. Bu kimi qidalardan istifadə edən insanların daha çox qarnında yağlanma baş verir. Məhsulun təhlükəsiz hesab olunması üçün istehsal prosesində müəyyən standartlara əməl edilməlidir. İstehlakçılar isə alış-veriş zamanı məhsulun etiket məlumatlarını diqqətlə oxumalı, son istifadə tarixinə və tərkibinə xüsusi diqqət yetirməlidirlər. Paketin üzərindəki məlumatları çox diqqətlicə oxumalıyıq. Olan saxlanma şəraitinə diqqət eləməliyik. Çünki əgər paketlənmiş şorba quru şorbadırsa, rütubətli mühitdə onu saxlamaq olmaz. Paketin forması dəyişməməlidir. Struktur etibarilə dəyişiklik olmamalıdır. Çünki higroskopik ola bilər, ətrafdan nəmlik çəkə bilər. Bu da onun tərkibini və keyfiyyətinin itirilməsinə, risk daşıyıcısı olmasına səbəb ola bilər. Ondan sonra qeyd edim ki, hər şorbanın özünün, məsələn, paketlənmiş şorbanın özünün saxlanma temperaturu var. Quru tərkibli toz halında olan şorbaların adətən quru, nəmişlik olmayan, gün dəyməyən yerlərdə saxlamaq lazımdır. Konserv məmulatlarında isə adətən və dondurulmuş şorbalarda isə -18 dərəcə temperaturda saxlamaq lazımdır. Hazır paket şorbalar nadir hallarda seçim kimi istifadə oluna bilər. Gündəlik qidalanmada isə təzə məhsullarla hazırlanan ev şorbalarına üstünlük verilməsi daha məqsədə uyğundur.